Deməli, bu gün biz sizinlə məşqçilik 3-cü kursda tədris olunan müalicə bədən tərbiyəsi fənnindən idman zədələri haqqında danışacağıq. Deməli, zədə müəyyən amillərin təsirindən toxumaların tamlığının pozulmasına deyilir. Zədələnmələr məişət, istehsalat, tibbi, hərbi, idman və sair formalarda ola bilir. İdman zədələnmələri fiziki tərbiyə və idman məşğələlərində alınan zədələrə deyilir. Zədə nahiyəsində xarici örtüyün tamlığının pozulması və onların sayəsində görə fərqlənir. Zədələr açıq, qapalı, mikro və makro formasında olur. Bütün zədələnmələrin əsas nişanəsi ağrıdır. Mikro zədələr ağrı hissiyatı zəif olduğundan idmançılar öz məşğələlərini şikayət etmədən davam etdirirlər. Bu isə zədələrin sağalmasını çətinləşdirir və gələcəkdə daha da böyüməsinə gətirib çıxara bilir. İngil zədələr orqanizmdə nəzərə çarpan pozğunluqlar və törəmələr və idmançı öz iş qabiliyyətini görə itirmir. Orta ağır zədələr zamanı idmançının iş qabiliyyəti zəifləyir. Ağır zədələr isə idmançı uzun müddət idmandan kənar qala bilir. Zədə nahiyəsi və onun ağırlığı idman növündən də asılıdır. Məsələn, boksda, ağırlıq qaldırmada, hokkeydə, futbolda toxumalar əzilir. Gimnastlarda isə oynaqlar dartıla bilir. Əvvətərlərin dartılmasına rast gəlinir. İdmançılarda zədələnməyə məruz qalan ən çox yuxarı və aşağı ətraflardır. Ağır zədələrin çoxu xroniki formada keçir. İdman zədələnmələrinin qarşısını almaqda həkimlərlə yanaşı bədən tərbiyəsi müəllimləri və məşqçilər də iştirak etməlidirlər. Zədələnmələrin 30-60% məşğələlərin düzgün qurulmamasından və üsulların düzgün yerinə yetirilməməsindən asılıdır. İndi isə gəlin dəri örtüyünün zədələnmələri haqqında danış olaq. Dəridə olan zədələrə sürtülmə, sirilmə və yaralar aiddir. Sürtülmə bir nahiyənin uzun müddət geyimlə, ayaqqabı ilə və ya bunun bir-birinə sürtülməsindən yaranır. Bu üsulla yaranan sürtülmələr idmançının uzun müddət idmandan uzaqlaşdırıla bilər. Sürtülmə nahiyəsində əvvəlcə bir qədər ağrılı şiş və qızartı olur. Sonra sulu qabar yaranır. Sürtülmə davam etdikdə sulu qabar partlayır və yerində eroziya yaranır. Yaraya düşən mikroblar iltihab prosesinə, limfa və əzəllərin iltihabına, hərarətin artmasına və sair pozğunluqlara gətirib çıxara bilər. Sürtülmə nahiyəsində qulluq etdikdə oranı N202 ısladılmış steril pambıqla silib, üzərinə sintometsin, streptosit və başqa emulsiya sürtüb sarğı qoymaq lazımdır. Sirilmələr. Bəş cisimlərlə dərinin epidermis qatı zədələnməsindən əmələ gəlir. Bu nahiyədə bəş ağrılar və kapilyar qan axmalar olur. Yaralanmalar. Dəri və ya selikli qişaların fizioloji tamlığının pozulmasına deyilir. Yaralar müxtəlif şəraitdə və müxtəlif amillərin təsirindən yarana bilər. Yara nahiyəsində zədələnmiş damarlardan qanaxmalar olur. Qanaxmalar əsasən 3 formada olur. Arterial, venoz və kapilyar formada. Axan qan fəvvarə ilə vurur, rəngi ağ-qırmızı olur və bu həyat üçün təhlükəlidir. Deməli, bu arterial qanaxmadır. Vena damarların zədəsində venoz qanaxma olur. Qan zəif sürətlə axır və rəngi tünd albalı rəngində olur. Kapilyar qanaxmalar isə qan zamanı qan damcı sızır. Qanaxmaların daxili və xarici formaları da vardır. Daxili qanaxmalar daxili üzvlərin zədələnməsində olur və qan daxili orqanlara axır. Bəzən belə qanaxmalar çətin təyin etmək olar və təcili yardım göstərilmədikdə ölümlə nəticələnə bilir. Daxili qanaxmaların nişanələri birdən-birə xəstənin ümumi halının pisləşməsi, rənginin solması, nəbzin kəskin zəifləməsi, huşunun itməsi və s. kimi olur. Xəstə bir dəfə qanının yarısını itirərsə ölə bilər. Bir dəfəlik 200-400 mg qan itdikdə bir miqdar 15-20 gün ərzində bərpa oluna bilər. Orqanizmdə qanın miqdarının azalması, qan azlığı anemiya adlanır. Qan itirdikdə deməli
burada deməli, onu törədən səbəbləri aradan götürmək, qanın axmasının qarşısını almaq lazımdır. İdmançılar arasında dayaq hərəkət aparatının zədələnməsi də daha çox rast gəlinən zədələnmələrdən biridir. Bunlardan bağ aparatlarının zədəsi əzələlərin dartılmasına və qırılmasına, sümüklərin sınmasına, çıxıqlara və s. rast gəlmək olur. Əzilmə. Toxumaların və üzvlərin qapalı zədəsidir. Küt alətlə vurulan zərbələr sürətlə hərəkət edən idmançının maneə toxunması və s. əzilməyə səbəb olur. Əzilmə zamanı ilk dəqiqələrdə damarlar büzülür, sonra isə genəlir. Nəticədə hiperemiya və yerli sulu şiş yaranır. Əzilən nahiyədə kiçik qan damarlarının zədələnməsi qan sızmasına və hipotomiya səbəb olur. Əzik yerində toxumalar gərginləşdiyindən sinirlər sıxılır və bərk ağrılar yaranır. Əzilmə zamanı oynaqların və boşluqlarında qanın toplanması hemartroz adlanır. Bu zaman oynaqlarda şiş ağı olur və həmin oynaqlarda hərəkətlər məhdudlaşır. Əzik olan nahiyələrin xloretillə şeyləşdirmək və sıxıcı sarğı qoymaqla lazımdır. Həmin nahiyənin soyuq su ilə və buz da qoymaq olar. Daha hərəkət aparatının zədələnmələri. İdmançılar arasında oynaqlarda, çıxıqlara və müxtəlif sümüklərin sınıqlarına da çox rast gəlinir. Çıxıq oynaqlarda sümüklərin oynaq başlıqlarının bir-birindən aralanmasına və oynaq hissəsindən çıxmasına deyilir. Çıxıqlar məşq və oyun zamanı hərəkətlərin həddindən çox gərgin və böyük amplitudasından aparılmasından və ya sümüklərin böyük qüvvə ilə dartılmasından yaranır. Çıxıq olan oynaqlarda bərk ağrılar hərəkətin məhdudlaşması ilə müşahidə olunur. Sümüklərin sınması bərk zərbələrdən və gözlənilmədən yıxıldıqda baş verir. Sınıqlar tam və yarımçıq, açıq, qapalı, diz göndələn və s. ola bilir. Sınıq nahiyəsində bərk ağrı, qan, sızma və şiş də ola bilər. Kəsin ağrılar xəstədə travmatik şok da yarada bilər. Kəllə bel və ya ayrı-ayrı fəqərələrin sınıqlarında sinir sisteminin zədəsi müxtəlif formalarda iflislərə və anesteziyalara səbəb ola bilər. Sinir sisteminin zədələnməsi. İdmançıların baş nahiyəsindən aldığı zədələr baş beyninin silkələnməsinə, sıxılmasına və əzilməsinə səbəb ola bilir. Bu zədələr zamanı baş beynin toxunmasının pozulmasına, qan sızmaya, qan axmağa, damarların sıxılmasına və başqa patoloji dəyişikliklərə səbəb olur ki, nəticədə baş beyin hipoksiyası, işemiya və hətta müəyyən sahədə beyin maddəsinin nektrozu da yarana bilər. Baş beynin silkələnməsinin xarakterik simptomu şun itməsidir. Xəstənin şunun itməsi qısa və ya uzun müddət olur. Xəstə özünə gəldikdə sonra baş ağrılarından, baş gicəllənmələrindən və uzun və qusmalardan, ümumi zəiflikdən, soyuq tərin gəlməsindən şikayət edir. Xəstənin nitqi pozulur və bəzən xəstə beyin silkələnməsinə qədər olan əhvalatlar yaddan çıxara bilir. Baş beynin silkələnməsi daha ağır nəticələr verə bilər. Baş beynin silkələnməsindən yaranan qanaxmalar, sulu şiş və beynin yumşaq qişasının zədələnməsi ali sinir mərkəzlərinin funksiyasını pozub müxtəlif formada iflislərə, görmə, eşitmə, müvazinət və başqa üzvü və sistemlərinin ağır formalarda patologiyalarına səbəb ola bilər. Baş beynin travmasında yaranan sümük qırılmaları da beynin maddəsini dağıdıb bir sıra ağır patoloji proseslərə və hətta ölümlə nəticələyə bilər. Daxili üzvlərin zədələnmələri. Deməli, bəzi zədələnmələr zamanı döş, qarın, bel və aralıq nahiyəsində vurulan zərbələr daxili üzvlərin yüngül və çox ağır zərbəsinə səbəb ola bilər. Belə zədələrə xüsusən futbolçulara, suya tullalanlara, qılınc oynadanlar arasında daha çox rast gəlinir. Bağırsaqların zədəsi, peritronit, plevranın zədəsi, plevrit, pnevmatiyakoz kimi çox ağır keçən prosesləri gətirib çıxarır. Qaraciyərin və dalağın zədəsi ölümcül qanaxmalar verir. Həddindən artıq məşqçilik və gərginlik. Müntəzəm məşq prosesində idmançının orqanizmində baş verən fizioloji dəyişikliklər onun iş qabiliyyətinin artmasına görə zəmin yarada bilir. Məşqlik anlayışı məşq prosesində fiziki
və psixoloji yüklərin təsirindən qəsrinə qarşı orqanizmə gedən adaptasiya prosesi ilə xarakterizə olunur. İdmançının məşqlik dərəcəsinin onun əhval-ruhiyyəsinin, iş qabiliyyətinin yükə qarşı verdiyi reaksiya və ən yüksək idman nailiyyətlərinə gözəl göstəricisidir. Məşq prosesi düzgün təşkil edilmədikdə və verilən yük idmançının orqanizminin iş qabiliyyətindən artıq olduqda məşqliyin yaranmasının mexanizmi pozulur. İdmançının iş qabiliyyəti azalır və müxtəlif patoloji halların yaranmasını asanlaşdırır. Məşq prosesində idmançıda yaranmış yorğunluq məşqarası fasilələrdə aradan götürülmə və hər məşqdən sonra artırsa o zaman həddindən artıq yorğunluq yaranır. Belə idmançı növbəti məşqləri zamanı yüksəklikdə apara bilmir. Yeni hərəkət vərdişlərinə yiyələnə bilmir. Özünü xəstə hiss edir. Ürəyin fizioloji fəaliyyəti pozulur və s. Belə vərdişlərin vəziyyətin yarandıqda idmançıların məşq ritminin məhdudlaşdırmaq, ona verilən yükü azaltmaq, istirahət günlərini uzatmaq, müxtəlif tibbi vasitələrdən istifadə etməklə və s. tədbirlərin artırılmasına məsləhətdir. Həddindən artıq məşqlik. Bu patoloji haldır. Həddindən artıq məşqlikdə idmançı özünü xəstə hiss etməklə yanaşı, onun məşq prosesində əldə etdiyi hərəkət vərdişləri sönür və ali sinir fəaliyyəti pozulur. Əsəbi pozunluqlar yaranır, yuxu iştaha pozulur, əzələ qüvvəsi və orqanizmin immun xüsusiyyətləri zəifləyir. Həddindən artıq gərginliyin kəskin və xroniki forması vardır. Hər iki formada məşq prosesindən çox böyük fiziki yükün verilməsindən və məşq rejiminin və metodikasının düzgün qurulmasından yaranır. Həddindən artıq məşqçilikdə fərqli olaraq xroniki gərginlik zamanı idmançının ayrı-ayrı üzv və sisteminin fəaliyyəti pozulur. Onun əhval-ruhiyyəsi və iş qabiliyyəti isə uzun müddət əvvəlki səviyyədə qala bilmir. Həddindən artıq gərginlikdə ürək əzəllərin distrofiyası, elektrokardioqrafiyada OT kompleksində bir sıra dəyişikliklər miokardın təqallüs zəifliyi görünür. Belə vəziyyətlərdə orqanizmin ümumi davamlılığını artıran və distrofik pozğunluqları aradan götürən preparatlardan istifadə etmək olar. İdmançılarda kəskin patoloji hallar. İdmançılar arasında kəskin patoloji hallara travmatik şok, ürək keçmə və s. aiddir. Travmatik şok haqqında əvvəlki fəsillərdə ətraflı məlumat verilmişdir. Ürək keçmədə xəstə qısa və ya uzun müddət huşunu itirir. Huşun uzun müddət itməsini koma adlandırılır. İdmançılarda ürək keçmə müxtəlif səbəblərdən olur. Baş beynin travması, qan dövranının pozulması və s. Ürək keçmənin əsas səbəbi baş beynin toxumasında oksigenin çatmamasıdır. İntensiv qaçanlar, velosiped sürənlər birdən-birə öz hərəkətlərini dayandırdıqda qısa müddət ürək keçmə ola bilər. Çünki intensiv hərəkət zamanı hərəkəti birdən-birə dayandırdıqda ürəyə qayıdan venoz qanın miqdarı kəskin azalır və baş beyin lazımi qədər qan ala bilmir. Beynin toxumasında oksigen azlığı yaranır. Belə halda gravitasyon adlanır. Gravitasyon şokun yaranmasında əzəllərin təqallüsünün kəskin zəiflənməsi nəticəsində vena damarında qanın hərəkət sürətinin azalmasında mühüm rol oynayır. Bu baxımdan iti sürətlə hərəkət edən idmançılar öz hərəkətlərini finişdən sonra da bir qədər davam etdirməlidirlər. İdmançının zəif məşğulluğu, yorğunluğu və yaxın zamanda keçirdiyi yoxluq xəstəliklər də idmançının gravitasyon şokun yaranmasından səbəb ola bilər. İndi isə deməli isti vurma və gün vurma haqqında sizə məlumat verək. İsti vurma və gün vurma ölümlə nəticələnə bilən patoloji hala səbəb olurlar. İsti vurma orqanizmdə istilik tənzimliyinin pozulmasına və nəticəsində yaranır. Məlumdur ki, orqanizmdə istiliyin tənzimi iki yolla gedir. İstilik ən çox əzəllərdə və qara ciyərdə yaranır. Artıq istiliyin xaricə verilməsi isə fiziki yolla olur. Bu prosesdə dərinin və daxili üzvlərinin qan damarları mühüm rol oynayırlar. İdman fəaliyyətində həddindən artıq gərgin iş xarici mühitin
yüksək rütubətin və s. amillərin orqanizmdə yaranan artıq istiliyin xaricə verilməsini çətinləşdirir ki, bunun nəticəsində orqanizmdə istilik normadan çox artır və orqanizm qızır. Bu zaman ürək vurğularının sayı artır, tənəffüs şiddətlənir və səhti olur, yanğınlıq yaranır, ağzın sellikli qışası quruyur və s. İdmançı bu vəziyyətdə məşqi davam etdirərsə, orqanizmin hərarəti kəskin yüksəlir, hallusinasiya yaranır və idmançı huşunu itirə bilir. Məhz buna görə də məşqçi məşqdən və məşq prosesində idmançının ümumi vəziyyətini və məşq aralarının ortaq hərarətini ciddi nəzarətdə saxlamalıdır. Günvurma uzun müddət açıq havada günün şüaları altında işlədikdə infraqırmızı şüaların təsirindən yaranır. Günvurmanın nişanələrinə aiddir. Beynin qan damarlarının hiperemiyası və beynin ödeması, kəllə daxili təzyiqin artması, üzün qızarması, orqanizmin hərarətinin artması, baş gicəllənmə və bəzən huşun itməsi ilə nəticələnə bilir. Günvurmada həmin şəxsin təcili kölgəyə aparmaq, başa və üzə soyuq su içilənmək və ürək dərmanlarını vermək lazımdır. Suda boğulmalar. Suda boğulmanın 4 növü vardır. Birinci, ilkin həqiqi və ya yaş boğulma, ikinci asfiksiya və quru boğulma, üçüncü ikincili boğulma və dördüncü sualtı ölüm. Suda boğulmanın 75-90% yaş boğulmalar zamanı olur. Suda üzən adam yorulduqda və ya onun orqanizminin oksigen ehtiyatını tükəndikdə hərəkət hipoksiyası yaranır və o suyun altına gedir. Suyun altına qeyri-iradi nəfəs aldıqda isə xarici tənəffüs yollarına və alveollara dolur. Tənəffüs çətinləşir və həmin şəxs huşunu itirir. Suda boğulduqda ilk dəqiqələrdə tənəffüs dərinləşir və ağciyərlərdəki hava xaricə qovulur. Boğulmanın ilk saniyələrində qan təzyiqi kəskin artır. Asfiksik boğulmada bəzən suya batan adamla reflektor yolla tənəffüs yollarının spazması yaranır. Su ağciyərlərə dola bilir və həmin şəxs asfiksiyadan ölür. Belə boğulma çox zaman çişli və kimyəvi maddələrə zəngin sularda baş verir. Soyuq suya girdikdə soyuqluq şoku yarana bilir. Belə halda tənəffüs yollarının spazması baş beynin işemiyasına və ürəyin fəaliyyətinin dayanmasına səbəb olur. Suya tullandıqda qarın nahiyəsinə, cinsi üzvlərə və başa dəyan zərbələrdən yaranan travmatik şok da boğulmalara səbəb ola bilər. Bu boğulmaların ikincili formasına aiddir. Suyun daxili qulağa keçməsi və aparatın funksiyasını poza bilər. Belə halda suda olan adamda koordinasiya pozğunluğu yaranır və həmin şəxs olduğu yerin səthini təyin edə bilmir və su altına uzun müddət qaldığından asfiksiyadan ölür. Bəzən usta üzgüçülər az dərinlikdə və su hövzələrində boğulurlar. Usta üzgüçülər suya girməkdən qabaq bir neçə dəfə dərindən nəfəs alırlar. Bu zaman ağciyərlərə yaranan hiperventilyasiya nəticəsində qanda karbon qazının gərginliyi 20 mm/saniyə qədər azalır. Eyni zamanda oksigen qazının və gərginliyi boğulma olur. Boğulmaların bütün növlərində ilk yardım zamanı onun tənəffüsünü və ürək fəaliyyətini bərpa etmək lazımdır. Beləliklə dərsimiz sona çatdı. Diqqətinizi görə minnətdaram. Çox sağ olun.